Bizə böyük qələbəni qazandıran cəsur oğullardan biri də Gizir Mehballıyev Vasif Gülhəsənoğludur. O, 26 mart 1994-cü ildə Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. Əslən, Lerik rayonunun Nivədirgə kəndindəndir. Neftçala rayonunun Aşağı Surra kəndi Zabil Əsgərov adına tam orta məktəbdə təhsil alıb. Hərbi xidmətdən sonra öz istəyi ilə müddətdən artıq hərbi qulluqçu kimi xidməti vəzifəsinə başlayıb. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Füzuli rayonunun kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbə vuraraq onlarla zirehli texnikalarını məhv edib. Qolundan yaralanmasına baxmayaraq döyüşü davam etdirib. Füzulinin yaşayış məntəqələri uğrunda gedən qanlı savaşlarda Gizir Vasif Mehballıyev qabeliyində olan yaralı əskərini güllə yağışı altından çıxarmaq istəyərkən düşmən gülləsinə tuş gəlib. 16 oktyabr 2020-ci ildə 26 yaşında şəhidlik zirvəsinə Neftçala rayonu Aşağı Surra kənd qəbirstanlığında dəfn edilib.